Biz həmişə Amerika Birləşmiş Ştatlarıyıq, həmişə də olacaq. Onlar prezidentin ətrafında görünməz halqa yaradırlar. Prezidentin müdafiəsini təşkil etməyin ən yaxşı üsulu bir neçə növ müdafiə sistemidir. Onlar zamanlarda dərs almış, yüksək dərəcədə məşq etmiş, istənilən təhlükədə sınaqdan keçmiş mühafizə xidmətidir. Bu çox gərgin işdir və etibarlı mühafizəçilər daima həyatlarını risk altına atırlar. Onların işləri cəmiyyət üçün hiss olunmaz olmalıdır. Onların müdafiə üsulları məxfi qalmalıdır. Adları kimi də. Məxfi xidmət. Onlar cəmiyyətə görünməz olan arsenallarla silahlanıblar. Onlar xüsusi hazırlanmış silahdan, güllə keçirməz parçadan və şəffaf zirehdən istifadə edirlər və istənilən hücuma hazırdırlar. Bu ölümcül silah olacaq. Onların işi sirlidir, çünki onlar ölkənin başçısını istənilən cür təhlükədən mühafizə edirlər. Onu nə olursa olsun qorumaq lazımdır. Onlar bunu necə edirlər? Bu verilişdə siz məxfi xidmətin sirlərini öyrənəcəksiniz. Məxfi xidmətin sirləri. 22 noyabr 1963-cü il. Prezident John Kennedy və həyat yoldaşı Jackie Texas ştatı Dallasa gəlirlər. Bugün milləti təsirləndirəcək və həmişəlik yüksək təbəqəli federal agentlik olan məxfi xidməti tamamilə dəyişdirəcək. Çünki həmin agentlik onu qoruya bilmədi. Məxfi xidmət çox tapşırıq yerinə yetirir. Bizim təhlükəmizi təmin edir və Amerika Birləşmiş Ştatlarının vəzifəli şəxslərini, əcnəbi qonaqları mühafizə edir. Lakin ən əsas onun tapşırığı bir məqsədlə və bir insanla əlaqəlidir. Onlar Amerika Birləşmiş Ştatlarının prezidentini qorumaq üçün bütün təhlükəsizlik tədbirlərini həyata keçirməlidirlər. O adi insan deyil, o ölkənin konstitusiyanın nümayəndəsi və bizim silahlı qüvvələrimizin ali baş komandandır. Onu nəyin bahasına olur olsun mühafizə etmək lazımdır. Kennedy'nin qətlindən sonra dünya daha çətin və təhlükəli oldu. Təhlükəni yaradan bir qatil yox, bütün dünyada fəaliyyət göstərən terror dəstələri idi. Səhvə yol vermək olmaz. Ola bilsin ki, 4 il hakimiyyət ərzində səhv buraxmayasan. Amma sonra bir gündən nəsə baş verə bilər və sən uduza bilərsən. Həmin gün Dallasda agentlik uduzdu. Keçmişə nəzər saldıqda səbəblər aydın olur. John Kennedy hava limanına çatarkən onu mehriban üzügülər izdiham əhatə etdi. Fərəhin arxasında dəhşətli səhvlər gizlənmişdi. Birinci səhv. Məxfi xidmətin etirazına baxmayaraq, Kennedy üstü açıq avtomobildə getməyi təkid etdi. Orada isə onu təhlükə gözləyə bilərdi. İkinci səhv. Prezident karteci otelin qarşısından keçirdi. Orada isə prezident açıq hədəf ola bilərdi. Üçüncü səhv. Adətən prezidenti əhatə edən agentlər siyasi məqsədlərlə geri çağırılmışdı ki, insanlar prezidenti daha yaxşı görsünlər. Onlardan biri hiddətdən hətta əlini də qaldırdı. O 3 dəfə etiraz etdi. Bu da ölümcül səhvlə nəticələndi. Kennedy'ni snayper tüfəngindən açılan 3-cü atəşlə öldürdülər. Əgər agentlər prezidentin yanında olsaydılar, onlar onu təhlükəsiz yerə apara bilərdilər. Əsas odur ki, onlar prezidenti itirdilər. Orada olan agentlər prezidentin təhlükəsizliyinə cavabdeh idilər. Kennedy'nin qətli məxfi xidməti sarsıtdı. Bu, ümumxalq faciə idi. Hər bir faciə kimi o da çox şeyi bizə öyrətdi. Dəyişikliklər fundamental və tez oldu. Onlar ən aydın yerdən başlandı. Maşınlardan. Əvvəlcə prezident karteci at karetalardan ibarət idi. Sonra onlar maşınlarla əvəz etdilər. Onlar adətən açıq idilər. İnsanlar öz prezidentlərini görmək istəyirdilər. Kennedy'nin qətli prezident limuzininin dizaynını tam dəyişdi. Prezident artıq sakit, germetik məkanda hər şeydən təcrid olunmuş şəkildə gəzirdi. Deyəsən, Obamanın avtomobilinin qiyməti 2-3 milyondur. Lakin onda olunan dəyişiklikləri tədqiq etsək görərik ki, bu avtomobil qeyri-normaldır. Adi insan hər gün belə maşında gedə bilməz. Bu avtomobildə inanılmaz təchizat sistemi var. Onlar tankı götürüb maşına çeviriblər.
sonuncu limuzin vəhşi kimi tanınır. Bu avtomobilin yanacaq çəni süngülərlə möhkəmləndirilib. O, hətta güclü zərbədən də partlamır. Onun yük yerində oksigen ehtiyatı və yanğın söndürən sistemi var. Hətta məlumata görə ehtiyat üçün prezidentin qan qrupunun şüşələri də orada yerləşdirilir. Qapıların çəkisi eyni ilə Boeing 757-nin qapıları çəkisindədir və 20 sm qalınlığında zirəhlənib. Remington silahı həmişə əl altındadır. Korpus polad, alüminium və titan və keramikadan hazırlanıb. Aksesuarlar arasında gecə görüntüsü olan bamper, kamera və göz yaşadıcı qaz topaları quraşdırılır. Təkərlər tam deşilsə də hərəkət davam edəcək. Şəffaf zireh adlanan güllə keçirilməz pəncərə prezident limuzininin ən təcrübləndirici xarakteristiklarından biridir. Əlbəttə ki, məxfi xidmət onlar haqda danışmaqdan imtina eləyir. Ballistik şüşənin necə işləməsini nümayiş etdirmək üçün sahib Smart Berton o cür şəffaf zirehlə 6 metrdən Magnum silahından atəş açır. Bunun da nəticəsində son dərəcə iti olan qəlpələr yaranır. Plastikdən olan sonuncu qat beyzboldakı əlcək kimidir. Bu elastik qatlar gülləni tamamilə saxlayır və şüşəni qəlpələnməyə qoymur. Bəzi güllələr ballistik şüşədən ilişib qalıb. Lakin arxadan görünür ki, karbonat sahəsi təkcə gülləni yox, həmçinin şüşə qırıntılarının səpələnməsinin də qarşısını alıb. Bu cür şüşə John Kennedy'ni qoruya bilmədi. Berton qatilinin prezidentə atəş açdığı məsafəyə nisbətən daha yaxın 9 metrlik məsafədən güclü silahdan atəş açılır. Gördüyünüz kimi enerji yayılır. Arxada isə sərt hamardır. Güllə keçməyib. Məxfi xidmətin sirləri, ikinci hissə. Məşhur və ya varlı vətəndaşların oğurlanması və qətl təhlükəsinin artmasına görə zirehli avtomobillərə tələbat artmağa başladı. Əvvəlcə onları tamamilə sökürlər, naqilləri çıxarırlar, sonra ballistik poladdan 10 dəfə güclü olan polad zireh və daha yüngül material əlavə eləyirlər. Aşağıdan partlayışa tab gətirmək üçün partlayışa davamlı neylon parça bərkidilir. Metal örtüklər qapıları tam bağlayır. Biz əmin olmaq istəyirik ki, maşın istənilən bucaqdan atılan atəşdən mühafizə olunur. Zireh istehsalı ilə məşğul olan korporasiya müştəriləri 250-dən çox hücuma məruz qalıblar. Təlimlənmiş insan üçün əks reaksiyaya verməyə 3-5 saniyə lazımdır. Adi insan üçün 10 saniyə tələb olunur. Bu maşınlar hücuma qalan insanın həmin 10 saniyəsini təmin eləyir ki, insan başa düşsün ki, o hücuma məruz qalıb. Əgər sizi pis adamlar izləyirsə, James Bond'un bəzi üsullarından istifadə eləyə bilərsiniz. Məsələn, sizi izləyən maşını dayandırmalı olan bu cür ölümcül tikanlardan. Qiyməti $850. Vəhşinin yəqin ki, o cür tikanları yoxdur. Onlar ona lazım deyil. Prezidenti silahlanmış mühafizəçilər əhatə eləyir. Prezident kortejində olmaq çox böyük təcrübədir. Düz qarşımda əllərində böyük silah olan, belə deyək, ninzalara oxşayar oğlanlar var. Prezident limuzinini 25-30 maşından ibarət olan kortejin bir hissəsidir. Onlardan biri mühafizəçiləri bir-biri ilə əlaqələndirən mobil kommunikasiya mərkəzidir. Kortejdə 2 zirehli limuzin var. Onların ikisi də eyni cürdür. Onlardan biri aldadıcıdır. Birdən kimsə atəş aça bilər. Hədəfə düşmə ehtimalı 50-50-yədir. Bundan başqa kortejdə müxtəlif motosikletlər, polis maşınları, məxfi xidmət maşınları, zirehli maşınlar, mətbuat avtomobilləri, kommunikasiya avtomobilləri də var. Prezident vəhşinin içindədirsə, o təhlükəsizdir. O, xalq arasında çıxan kimi isə məxfi xidmət fəaliyyətə başlayır. Prezident limuzini güllə keçirməyən zirehdir. Amma zirehli maşından çöldə hər yerdə əvvəlcədən bilinməyən təhlükə vardır.
Agentlər məxfi xidmətin nəzarəti altında olmayan və 1901-ci ildə qətlə yetirilən prezident McClellan'dan sonra prezidenti bütün günü mühafizə etməyə başladılar. Siyasətçilər həmişə öz seçiciləri ilə əlaqə yaratmağa təkid eləyirlər və məxfi xidmət buna öyrəşməli olur. Nəticədə prezidentin yanında dayanan agent reaksiya verib onu qorumalı olacaq. Hər birimiz fikirləşməliyik, görəsən o düzgün reaksiya verə biləcəkmi? Məxfi xidmətin agentləri hər hansı bir səhvə yol verib prezidenti itirməkdən qorxan paranoiklərdir. Lakin tünd eynəklər altında insanlar gizlənir. Agentlər müxtəlif hisslər yaşayırlar. Mən həmişə bu haqda fikirləşirdim. Təsəvvür elə, sən bu haqda sutkanın 24 saatını fikirləşirsən. Lakin qərarlar bir anda qəbul olunur. Mən gənc agent idim. Biz New York hava limanından çıxdıq və kiçik bir şəhərə keçdik. Kortej kiçik idi. Mən irəli baxdım. Qarşıda əlində silah olan və atəş açmağa hazırlaşan bir insanı gördüm. Mən reaksiya verməyə başladım. Silahı qaldırdım. O ölümcül 9 mm-lik Uzi avtomat silah idi. Mən yaxşı atıcıyam. Bir göz qırpımında mən gördüm ki, onun silahı qırmızıdır. Və hiss elədim ki, o əsl deyil. Mən tərəddüd elədim və atəş açmadım. Tətiyi çəkmədim. Ona yaxınlaşanda əlində su tapancasını gördüm. O, 15 yaşlı yeniyetmə uşaq idi. Bunu mərc edirdi. Az qala onu həyatına son qoyacaqdım. Prezidentin müdafiəsi onun yanında olan yüksək təlimləndirilmiş agentlərdən asılıdır. Mən prezidentə görə məsuliyyət daşıyanda həmişə hiss eləyirdim ki, cəmaat içində ondan ən azı bir qarış aralı durmalıyam. Baltsville'də, Maryland ştatında məxfi xidmət strategiyaları məxfi təlim poligonunda prezident səviyyəsində dəqiqliklə yoxlanılır. Burada prezidentə qarşı olan hücum vəziyyətlərində variantlar fikirləşilir və bir göz qırpımında yayıla bilən böhrana hazırlıq keçirilir. Məxfi xidmətin iş metodları indi bütün müdafiə sənayesində yüksək səviyyədə istifadə olunur. Məxfi xidmətin mühafizəsinin əsas prinsipləri prezidenti bədəni ilə qorumaq və təxliyə etməkdir. Onu bədəninlə bacardığın qədər tez ötürüb, maşına salıb oradan aparmaq lazımdır. Bu texnologiyalar real həyatda necə işləyir? 30 mart 1981-ci il. John Hinckley romantik xəyalları olan 25 yaşlı gənc oğlan idi. O, əmin idi ki, prezidenti öldürsə, aktrisa Judy Fosteri heyrətləndirəcək. Washingtonda Kolumbiya yaxınlığındakı Hilton otelinə yaxın bir yerdə o, öz hədəfini tapdı. Prezident Reagana olunan sui-qəsd nəticəsində bizim müdafiə prinsiplərimiz özünü ən yaxşı tərəfdən göstərdi. Birinci atəş açılan kimi Jay Parr və Ray Shensks prezidenti götürüb maşına saldılar. Agent Tim McCarthy güllənin qarşısında duraraq Reaganın bədəni ilə qorudu. Bir neçə saniyədən sonra limuzin xaos məkanını tərk etdi. Çoxlu sayda məxfi xidmət agentləri Hinckley'nin üstünə atıldı. Agent Tim McCarthy, mətbuat katibi James Brady, Kolumbiya vilayətinin polisi Thomas Dalheddi səkidə ağır yara ilə uzanmışdılar. Onların üçü də sağ qaldı. Brady'nin isə beyni güclü zədə aldı. Belə bir deyim var ki, məxfi xidmət agenti öz bədənini prezidentə atılan güllə qarşısına verəcək. Reagana hücum olunanda Tim McCarthy məhz belə də elədi. Ona bunu öyrətmişdilər və onun qəhrəmanlığı bunu təsdiq etdi. Ətrafda olan agentlərin qəhrəmancasına reaksiya verməklərinə baxmayaraq çoxlu səhvlərə yol verilmişdi. Məxfi xidmət müdafiə perimetr sisteminə arxalanır. Xarici perimetrdə yerli polislər işləyir. Mərkəzi perimetrdə məxfi xidmətin agentləri silah axtarırlar. Bir də daxili perimetr var. Bu sonuncu müdafiə xəttidir. Agentlər prezidentin ətrafında dururlar.
Hinkle 2 perimetri keçib ən azı 5 dəfə yaxın məsafədən prezidentə atəş aça bildi. Məxfi xidmət uzun illər silahı axtarıb tapmaq üçün metal detektoru əldə etməyə çalışdı. Bir neçə gündən sonra onlar belə icazəni aldılar. Perimetr getdikcə daralırdı. Reagana olunan hücumdan sonra açıqda gedişə son qoyuldu. Biz həmişə prezidenti vestibüldən yox, yük vurma platformasından götürürdük. Biz əvvəlcə yük vurma platformasını təmizləyirdik. Yadımdadır ki, bir dəfə Reagan otelin qarşısında maşından düşdü və çönüb dedi, əgər mən maşından düşüb zibiliyi hiss etsəm, mən elə gələcək ki, lazım yerdə deyiləm. O, belə zarafat elədi. Agentlər hücum lent yazılarını bütün dünyada tədqiq etdilər. Lakin digər dəyişikliklər də oldu. İndi artıq xarici perimetr üzrə damlarda snayperlər də var. Prezidentin marşrutu isə daha yaxşı hazırlanıb. Agentlərin həmişə ayıq olmalarına baxmayaraq, onlar prezidentin ətrafında həmişə sakitlik yaradırlar. Üsullardan biri silahlarını gizlətməkdir. Əslində onlar cəmaat içində onu bir neçə dəfə çıxarıblar. Onlardan biri Ronald Reagana qarşı təşkil olunan suiqəst zamanı olub. Agent Uzi avtomat tabancasını çıxartdı. Məlumdur ki, Uzi güllə yağışı yaradar və ətrafdakıları təhlükə yarada bilir. O vaxtdan bəri məxfi xidmət PM-P90 avtomat qatarlarından istifadə elədi. PM-90 avtomatının üstünlüklərinin biri onun idarə olunmasıdır. P90-ın digər üstünlüyü də var. O, ölçüsü 5,7-nin 2 mm olan çox yüngül güllələrlə atır. Onlar zirehi deşib, keçmək üçün xüsusi hazırlanıb. 1997-ci ildə Los Angelesdə bank soyğunçuluğu zamanı zirehli geyimlərdə olan cinayətkarlar polisləri dəf edib sərbəst küçələrdə dolaşdılar. Bu senari məxfi xidmət üçün əsl dəhşət idi. 200-dən çox polis 2 soyğunçunu zərərləşdirə bilmədi. Xidmət başa düşdü ki, o cavab zərbəsi indirməlidir. P9 zirehli jiletin elmi həllidir. Məxfi xidmət və potensial qatillər arasında silah yarışında daha bir addımdır. Prezidentin ətrafındakı polisin çoxu üstlərində məxfi xidmətin işlək atını daşıyırlar. Avtomatik tapanca Sig Sauer P229. O, İsveç-Alman ittifaqının silah yaradıcılığının istehsalıdır. Əsas silahın tam dəqiq olmasıdır. Hər P229 zavodu tərk eləməzdən əvvəl onu neçə dəfə yoxlayırlar. O, ideal şəkildə etibarlı olmalıdır. Beləliklə, yaxın məsafədə ölümcül silah yeganə əlverişli variant deyil. Yeni texnologiya yeni ölümcül alternativ bəxş eləyir. Onu Harvardda kiçik müstəqil şirkət istehsal eləyir. Yeni texnologiyanı Toyota Kazatso düşünüb tapıb. Köredici lazer cihazı hücumun müvəqqəti kör edə bilər. Kazatso təbiətdə mövcud olmayan işıqdan istifadə edir. Lazer insan tərəfindən yaradılır. Onun xüsusi xassələri var. Dalğaların uzunluğu tamamilə mərkəzləşdirilib və bir-birlərinə paraleldir. Adi işıqda onlar qarşılıqlıdır. Təbiətdə işıq bütün rənglərə çalır. Lakin lazerin yalnız bir rəngi var və onu tuşlamaq olar. Lazer elə fokuslaşdırılıb ki, onu göz cərrahiyyə əməliyyatında da istifadə etmək olar. Həmçinin o elə güclüdür ki, hətta poladı da kəsə bilər. Adi agentlər tərəfindən düzgün istifadə olunan köredici lazer cihazı ətrafdakı insanlara təhlükə yaratmayaraq, prezidenti yaşıl divar arxasında gizlədə bilər. Həmin vaxt lazer cihazı snayperi bir neçə yüz metrdən neytrallaşdıra bilər. Məxfi xidmətin sirləri 3-cü hissə. Prezident Ağ Ev zonası ilə gedir və helikopterinə minir. Qara qırğı helikopterləri birinci dəfə prezidentlər üçün 1979-cu ildə istifadə olunub. Onların hər birinin qiyməti 15 milyon dollardır. Prezident helikopterlərində mənim üçün ən maraqlı odur ki, orada pıçıltı ilə danışdıqda da adam bir-birini eşidir.
Helikopterlərin pis tərəfi odur ki, onu nisbətən asanlıqla partlatmaq olar. Amerika əskərlərinin işlək atı olan qara qırğı da dəfələrlə partladılıb. İstiliyə tuşlanan silahın, raketin yayılması məxfi xidmətin təhlükəli nailiyyətidir. Qəribə təsadüfdən bu təhlükə əvvəlcədən ABŞ-da yarandı. 80-ci illərdə biz Stinger raketlərini Əfqanistan müqavimət dəstələrinə satırdıq və həmişə qorxurduq ki, raketlər yaxşı əllərə düşməz. Onları prezidentə qarşı yaxud da digər məqsədlərlə istifadə edə bilərlər. Qara qırğı helikopteriniz 30.000 detalı və uçuş üçün 200-dən çox ağır vəziyyətlərdə istifadə olunan lazımi ehtiyatları var. Bir mərmi dəydiyi halda helikopter yerə düşəcək. Bu cür hallardan qorunmaq üçün prezident helikopteri həmişə 5 eyni helikopterdən ibarət dəstənin içində uçur. Bu, sanki 3 eyni stəkanın yerini dəyişmək kimidir. Onun hansı helikopterdə uçduğunu gizlətmək vacibdir. Bu, çox effektiv üsuldur. Prezident helikopterini necə gizlətmək mümkün olsa da, prezident təyyarəsini heç cür gizlətmək olmur. 6 mərtəbə hündürlüyündə olan Boeing 747 qeyri-məhdud vaxtla uçur. 3600 kvadrat metrlik meydanda prezidentin nömrəsi, cərrahiyyə məsası, xəstəxana, konferans zalı, ofislər və mətbuat üçün otaq yerləşir. Lakin daha dəqiq plan sirr olaraq qalacaq. Prezident təyyarəsi 4 reaktiv mühərrik GF-6-80C2 malikdir. Onların hər biri saniyədə 25.000 ağırlıq gücü verir. Təyyarə saatda 980 km sürətlə uçur. Dəqiq yoxlanış mühərriklərin hətta ən pis havada belə işləyəcəyinə təminat verir. Amma bununla belə Əfqanistanda helikopterləri partladan Stinger raketləri prezident təyyarəsini də partlada bilər. Təxminən 5 il əvvəl Al-Qaida Kenyada Mambasidə təyyarəyə istiliyə tuşlanan raket buraxdı. Xoşbəxtlikdən raket yan keçdi. Hadisələrin inkişaf ssenarisi tam realdır. Bundan tezlikcə istifadə olunub. 11 sentyabr 2001-ci ildə məxfi xidmət fikirləşdi ki, onu da bu aqibət gözləyir. Amerika hücuma məruz qaldı və prezident təyyarəsi Ağ Ev oldu. Prezident təyyarəsi 13.000 yarım metr hündürlüyə qalxdı və soyuq müharibədə planlaşdırılan vəziyyət aldı. O səmada nizamsız uçurdu. Prezident George Bush dərhal Vaşinqtona qayıtmaq istədi, lakin indi ona məxfi xidmət məsuliyyət daşıyırdı. Bu kino deyil, Tanrı göstərməsin. Prezidentə nəsə olsa, təsəvvür edirsiniz ki, necə böhran yaranar? Buna görə məxfi xidmətə tabi olmaq lazımdır. Pentagon binası hələ tüslənirdi və paytaxt təhlükəli sayılırdı. Amerika torpağında ilk dəfə idi ki, prezident təyyarəsinin yanında qırıcılardan ibarət eskort gedirdi. Nəhayət, 9 saat və hərbi hava qüvvələrinin məxfi bazalarında 2 dəfə dayandıqdan sonra prezident Bush Vaşinqtona qayıtdı və dəyirmi masa otağında millətə müraciət etdi. Terror hücumları ən hündür binaların özünü sarsıda bilsə də, Amerikanın özünü heç vaxt sarsıda bilməz. Məxfi xidmət daha yaxşı dərs götürdü. Prezident təyyarəsi fövqəladə vəziyyətdə Amerika hökumətinin mərkəzi olmalıdır. 11 sentyabrda prezident Bush havada olduğuna görə təyyarədən televiziyada çıxış edə bilmədi. İndi daha yeni kommunikasiya sistemi prezident təyyarəsini Ağ Ev kimi texnoloji cəhətdən müasir edəcək. 11 sentyabr hadisəsi məxfi xidməti yeni təhlükə gözlədiyini dəqiq göstərdi. Bu hücumlar hər şeyi dəyişdi və terror aktlarına qarşı bütün dünyada daha ciddi ölçülər götürməyə vadar etdi. 11 sentyabrdan sonra məxfi xidmət hər yerdə təhlükə görür. Hətta prezident üçün tam təhlükəsiz olan Ağ Evdə də. Ağ Evdə 132 otaq var. Onun sahəsi 7 hektardan çoxdur. Onun mühafizə olunması üsulları sir saxlanılır.
Binanın qərb qolunda məxfi xidmətin qərargahı yerləşir. Bu, prezident ailəsini əhatə edən prezidentin mühafizəsinin mərkəzidir. Ağ evin divarları radiasiya ötürücü cihazları ilə qorunub. Hər kildə xüsusi açar və onu açmaq üçün xüsusi fən lazımdır. Qəza düymələri heykəllərdə örtbasdır olunub, yaxud da bir neçə otaqlarda, masalarda gizlədilib. Yeraltı hərəkət daçikləri Ağ evin qazonunda perimetrlər boyunca yerləşdirilib. Snayperlər istənilən potensial qatili aradan götürmək üçün sakitcə müşahidə edirlər. Ağ ev təhlükəsiz məsafədə əhatə olunub. Heç bir nəqliyyat vasitəsi Ağ evə yaxınlaşa bilməz. Ağ evin əhatə olunduğu sahə 7 hektardan çoxdur. Bu da ciddi mühafizə tələb eləyir. İlk dəfə Ağ evə hücum cəhdi prezident Harry Truman'ın hakimiyyəti dövründə olub. Bu, 1950-ci ildə iki Puerto Rikalı millətçi tərəfindən olunub. Ağ evdə təmir işləri getdiyinə görə Truman Black House-da idi. Güclü atışmadan sonra qatillərdən biri Uzelio Trosella səkidə ölmüş vəziyyətdə uzanmışdı. Onu məxfi xidmətin zabiti Leslie Cofield öldürmüşdü. Özü isə əməliyyatdan 3 saat yarım sonra vəfat etdi. O, prezidentə hücum zamanı vəfat etmiş yeganə agent idi. Black House-un qarşısında səkidə qan var idi. Ağ evin özü isə möhkəm görünürdü. İnsanlar ona daxil olmaq cəhdlərinə davam ediblər. 1994-cü ildə psixi pozğunluğu olan veteran Francisco Duran, prezident Bill Clinton'a hesab etdiyi insana yarımavtomat tüfəngdən atəş açdı. Əslində isə Clinton futbola baxırdı. Çöldə haygü yarandı, prezident baxmaq istəyirdi. Görsün ki, nə baş verir. Agent isə onu pəncərənin yanından çəkməyə çalışırdı. Məxfi xidmət Duranı zərərsizləşdirməzdən əvvəl o 29 atəş aça bildi. İndi artıq elm agentlərin reaksiya sürətini artıra bilir. Snayperin aşkar olunması sistemi strateji yerləşdirilmiş 7 mikrofona əsaslanır. Onun Ağ evdə istifadə olunub olunmaması sirr olaraq qalır. Amma bunun əhəmiyyəti olardı. Bu sistem hətta hərəkət edən avtomobildə də snayper atəşini aşkar edir. Bir saniyədə atıcının yerini müəyyənləşdirir. Massachusetts'də bu sistemin sınaqdan keçirilməsi onun necə yaxşı işlədiyini göstərir. 2 saat, 110 metr. 2 saat, 110 metr. Dave Schmidt snayper aşkar edən cihazın sonuncu versiyasını İraqda ön mövqələrə çatdırılmazdan əvvəl 3 aya inkişaf etdirməyə kömək edən layihə meneceridir. Alındı. Məhz həmin yerdə sistem aşkar edildi. Bu sistemin işi mikrofonlardan yox, eşidilən səsi analiz edən proqram təminatından asılıdır. Hər şey 2 səs, lülə dalğası və bərk səsli güllənin arxasından çıxan zərbəli partlayıcı dalğasından arasındakı fərqdən asılıdır. Güllə dalğası hamıya tanışdır. O adi atəş səsidir. Amma partlayıcı dalğası şaqqıltıya oxşuyur. Snayper gülləsi möhkəm yüksək səs sürətlə fəzanı yaranda partlayıcı dalğa yaranır. Aşkar etmə sistemi partlayıcı dalğanın şaqqıltısını eşidir. Həmçinin mikrofonlar digər dalğanın şaqqıltısını qeydə alır. Bu dalğa genişlənən sfera şəklində hərəkət edir. Proqram təminatı bu iki səs arasında kiçik fərq təhlil edir. Atıcını 3 saniyədən az vaxta tapır. Bu snayper aşkar etmə sistemi həmçinin oxşar səsləri də ayırt edə bilir. Məsələn, maşın mühərrikində olan partlayışı, fişəngi, yaxud da silahdan açılan atəşi. Bu səs-küylü şəhər döyüş meydanlarında son dərəcə vacibdir. Məsələn, İraqda, yaxud da Vaşinqtonda. Kolumbiya yaxınlığındakı yol tıxaclarında. Lakin bu sistem havadan endirilən ən pis təhlükələrdən qoruya bilməyəcək. Bu, Frank Eugene Corder'in bir motorlu SSA-sında Ağ evə hücum edərkən məlum oldu. O, bu yolla Prezident Clintonu öldürmək istəyirdi. Prezidentin ailəsi həmin an Ağ evdə deyildi. İşsiz, yük maşını sürücüsü olan, arvadı tərəfindən atılan yeganə qurban oldu.
Bu hadisə məxfi xidmətin geniş yayılmış tənqidinə səbəb oldu. Onlar Cessna'nı partlatmadıqlarına görə günahlandırıldılar. Əgər təyyarə partladılsaydı, belə yenə də harasa düşməli idi. O, buxarlana bilməzdi ki, onun mühərriyi, qanadları qalır. Onlar harasa yoxa çıxmalı idi axı. Həmin vaxt Ağ Evdə heç kim yox idi. O, adətən turistlərin çox olduğu yerə yaxın yerləşir. Təyyarənin qalıqları yerə düşərdi. Təsəvvür eləyin, 150 kiloqramlıq mühərrik saatda 350 kilometr sürətlə yerə düşür. Bunun nəticəsi pis ola bilərdi. 7 ildən sonra 2001-ci ildə məxfi xidmət daha böyük təhlükə ilə üz-üzə durdu. Agent Joseph Frank 2001-ci il 11 sentyabrda gələndə Ağ Evi təxliyə edirdilər. Bu, adi təxliyə deyildi. Heç kim bilmirdi ki, havada hələ nə qədər təyyarə var. Biz yarım avtomat silahlarla silahlanmışdıq. Qırma tüfənglərlə, tapancalarla. Amma onlarla təyyarəni necə dayandırmaq olardı? İndi artıq mühafizə təkmilləşib. Yəqin ki, Ağ Ev ətrafında hava raketlərinə qarşı tədbirlər görülür. 11 sentyabr hadisəsindən sonra Ağ Evi böyük reaktiv təyyarələrdən qorumaq çox çətindir. Düzünü desəm, ondan qorunmağın ən yaxşı üsulu hava limanında terror əleyhinə tədbirlərin görülməsidir. Hava limanlarında təhlükəsizliyin təmin olunması indi birbaşa prezidentin mühafizəsi ilə əlaqələndirilir. Eyni kömrük yoxlaması üçün 3 ölçülü texnologiyadan istifadə olunur. Bu tibbi tomoqrafiya əsaslanır. Gəlin plastik bombanı götürək və radio rabitəyə qoyaq. Adi çamadan kimi onu yığaq. Dəqiqəyə 120 dövr sürətlə hərəkət edən qurğu çamadanın hər tərəfdən 1000 təsvirini yaratmaq üçün çoxlu rentgen şüasından istifadə eləyir. Kompüter proqramı hər bir əşyanın sıxlığını müəyyən eləyir. Ani olaraq məlumatı təhlil eləyir. Sıxlıq da barmaq izləri kimi dərhal maşına əşyanın nə olduğunu deyir. O zərərsiz diş pastası ya ölümcül bombadır. Lakin müasir texnologiya sərf olunan dollarlara baxmayaraq, ən böyük və sadə təhlükəni tək açılan atəşin qabağını almaq çox çətindir. Abraham Lincoln'un teatrda xalq içində ölümü Amerikalılarda bir iz qoydu. Hətta bir əsr yarım keçsə də tez dəyişən dünyada bəzi təhlükələr var ki, dəyişməyib. Tək açılan atəş hansısa bir təşkilatın bir hissəsi deyil. Onu müəyyən etmək çətindir. Əgər o özünə hədəf prezidenti seçibsə, bu məxfi xidmət üçün çox çətindir. Çünki qatil istənilən kəs ola bilər. 1975-ci il 5 sentyabrda lider Charles Massonun ardıcılı olan Leonard Skilke Charles Ford'un ətrafında olan izdihama soxuldu. Sacramento, Kaliforniya. O, 45 kaliberli silahının tətiyini çəkdi. Lakin patron boş idi. O, patronu fırlatmaq istədi. O vaxt agent Larry Bunter özünü ona yetişdirdi. O cəsarətlə silahı tutdu və baş barmağı ilə tətiyi saxladı. Onun bəxti gətirdi. 16 gün sonra Sarah Jane Moore potensial təhlükə törədən bir insan kimi məxfi xidmət tərəfindən sorğu-sual olundu. O, zərərsiz kimi təsdiq olundu. Sabahsı gün Moore San Francisco'da Prezident Ford'a tapancadan atəş açdı. Ford'un ətrafındakı agentlər onun maşına itələdilər. Eyni ilə Reagan'da olunan hücumdakı kimi. Onu maşına atıb oradan apardılar. Sarah Jane Moore və Skilke Fro artıq həbsxanadan çıxıblar və məxfi xidmətin ciddi nəzarət altındadılar. Lakin Kennedy'nin snayperlə öldürən Olivre Oswald'un xatirəsi əvvəlki kimi məxfi xidməti izləyir. İndi artıq məxfi xidmət öz snayperini prezidenti uzaq məsafədən atəş açılan snayperdən qorumaq üçün nümayiş etdirir. Lakin bazarda çoxlu yaxşı silahların meydana gəlməsinə baxmayaraq onun radiosu daha da artır. Bu sandığa olan 308 kaliberli silahdır. Təsir radiosu 800-dən 1000 metrə kimidir.
Xəbərlərdə deyilir ki, 2002-ci ildə Kanada snayperi Əfqan talibinə 2430 metrdən atəş açıb. Güllə 4 saniyə havada oldu və hədəfə dəydi. Gülləyə xüsusilə atmosfer şəraitinin, yəni külək və rütubətin yaratdığı uzunluq və müqavimət gücü təsir edir. Bunu mütləq kompensasiya etmək lazımdır və bu optik nişangahın köməyi ilə edilir. Adətən atəş açmazdan əvvəl 1-2 dəfə dərindən nəfəs almaq lazımdır. Bu yolla ürək döyünməsi yavaşıyır və axırıncı dəfə nəfəsi buraxanda havanı yarıya qədər buraxmaq lazımdır. Nəfəsi tutub saxlamaq və həmin fasilə vaxtı atəş açmaq lazımdır. Biz indi dəmir hədəfləri yanındayıq. Amerika Birləşmiş Ştatları Konstitusiyasını müdafiə edin, qoruyun, saxlayın. Amerika Birləşmiş Ştatlarının Konstitusiyasını müdafiə edəcəm, qoruyacam. Tanrı sizi kömək olsun, Tanrı mənə kömək olsun. Təbrik edirik, Mr. Prezident. Məncə, hər bir prezident yanvarın 20-sində and içərkən dərk edir ki, o müxtəlif cür təhlükələrin hədəfinə çevrilir və həmişə təhlükə mərkəzində olacaqdır. Məxfi şöbə daha çox prezident xarici səfərlərə getdiyi zaman təyyarəsindən düşüb, yad torpağa ayaq basarkən narahat olur. Məxfi xidmətin sirləri. 4-cü hissə. Təhlükə hər yerdə var. Lakin xarici ölkədə məxfi şöbə hər şeyə nəzarət edə bilmir və prezident burada daha çox təhlükə altındadır. Biz məxfi şöbə ABŞ-ı tərk etdiyimiz andan səlahiyyətimiz və mühakimə hüququmuz olmur və biz yerli hüquq orqanlarına tamamilə tabe olmağa məcburuq. 2008-ci ildə İraqda jurnalist prezident Busha bir yox, 2 çəkmə atdı. Coşun mübahisələr yarandı. İnsanları maraqlandıran isə prezidentin niyə daha yaxşı qorunmaması idi. Prezident Bush çəkmə basqınına məruz qalmışdı. O, ölümlə daha yaxından üz-üzə gəlməli oldu. Gürcüstanın paytaxtı Tbilisidə Gürcüstanın mühafizə xidmətləri böyük izdihamdan heyrətə gəlmişdilər. Vladimir Arutyan podiuma yaxın düşən RQD-5 əl qumbarasını atdı. Xoşbəylikdən qumbaranın möhkəm sarındığı qırmızı dəsmal qumbaranı patlamağa qoymadı. Arutyan bu dəsmaldan silahını gizlətmək üçün istifadə etmişdi. Bəzən prezidentin sağ qalması adi təsadüfdən asılıdır. Amma yenə də bütün ehtiyat tədbirləri görülməlidir. 2000-ci ildə prezident Bill Clinton Pakistana yola düşdükdə, məxfi xidmət bilirdi ki, Əl-Qaida Pakistan silahlı qüvvələrinə keçib. Clinton məxfi xidmətin məsləhətlərinə qulaq asmayaraq Pakistana yola düşdü. Məxfi xidmət onu oraya getməyini istəmirdi. Aldadıcı təyyarələrdən istifadə olundu. Onu ora eyni ilə prezident təyyarəsini sürəti olan təyyarədə çatdırdılar. Hava limanının 5 prezident limuzini tərk elədi. Ancaq etibarlı şəxslər onların hansında prezidentin getdiyini yaxşı bilirdi. Məncə, prezidentin ən yaxşı mühafizə olunma üsulu bir neçə müdafiə səviyyəsinin olmasıdır. Təşkilatın suiqəst planı cızmasından əvvəl onun məhv olunmasından başlamaq lazımdır. Həmçinin prezidentə fiziki mənada yaxın olanlara, yəni havada, maşında, onun yanında olanlara müdafiə səviyyəsi lazımdır. Qatilin qarşısına ala bilən yeni texnologiyaların axtarışına davam etdirilir. Prezident geyimindən yaxın müdafiə ola bilməz. Reagan ona qarşı olunan qətl cəhdindən sonra güllə keçirmə kostyum geyinirdi. Mən bir neçə dəfə prezidentə zirehli jilet geyindirməli olmuşam. Bu ehtiyat tədbiri idi. Vacib deyildi ki, mən prezidenti təhlükə gözlədiyinə əmin olum. Bir-iki dəfə Miss Reagan məndən ona zirehli jilet geyindirməyimi xahiş etmişdi. Məlumata görə inaugurasiya zamanı Obama güllə keçirmə jiletdə imiş. Təbii ki, məxfi xidmət bu haqda şərh verməyib. Onun əynində jilet var idisə, bu çox güman ki, o dəbli qoruyucu geyimlərin beynəlxalq istehsalçısı Miguel Caballero tərəfindən düzəldilib. Caballero yeni texnologiyalı materialların istehsalı üçün öz doğma Kolumbiyanısında narkokokteylərlə dövlət arasında gedən müharibədən istifadə elədi. Caballero əməkdaşlarının işini vacibliyini başa düşməsi üçün onların hər birinə istehsal etdiyi geyimlərdə yaxından atəş açır
Dəbli qoruyucu geyimlərin istehsalı böyük biznesdir və ən yaxşı dünya mağazaları Caballero'nun geyim xətti ilə rəqabət aparır. Bu gödəkçələr, kostyumlar, hətta köynəklər 357-ci Magnumu 9 mm-lik silahı yaxud uzini dayandıra bilər. Caballero'nun fabrikinə baş çəkən turistlər ondan xahiş edirlər ki, bu geyimlərdən birinə onlara atəş açsın. Məxfi xidmət daima eyni müdafiə texnologiyasını tədqiq edir. İstənilən Caballero'nun geyimləri olsun, istərsə də avtomat toplar, bunlar uzaq məsafə üçün nəzərdə tutulmuş ağır rock konsertindəki səsə nisbətən daha uca səs verən akustik cihazlardır. Təzəlikcə onlardan quldurları qorunmaq üçün bir gəmidə istifadə etmişlər. Həmin akustik toplar gəmiyə yaxınlaşan quldurlara səs dalğası ötürdü və bu onları dayandırdı. Somalidəki quldurları bu akustik topların çıxardığı çox möhkəm səs dayandırdı. Amerika texnologiyasının vitse-prezidenti Nancha Lopez özü onun necə möhkəm olduğunu nümayiş etdirir. Mən akustik toplardan təxminən 100 metr aralıdayam. Hətta bu cür məsafədə səs təzyiqi çox hiss olunur. Daha burada qalmaq istəmirəm. 120 desibel ağrını hiss eləməyin son həddidir. Bu qurğu 10-12 dəfə möhkəmdir. Santiago'da yerləşən Amerikanın Kaliforniya texnologiyası kiçik müstəqil şirkətdir. Mən barmağımla belə səs çıxaranda hər istiqamətlərə səs dalğası atıram. Bizim akustik cihazımızda isə dalğanı yayılmağa qoymuruq. Səs ancaq hədəfə tərəf yönəlir. Hədəfə. Cihaz bu cür yönəldiyinə görə insan onun yanında dayana və tam təhlükəsiz ola bilər. Hər hansı bir təhlükə yarandığı halda bu cür cihazlardan bütün dünyada istifadə olunur. İndi onlar bütün ölçülərdə var. Akustik top 100X məxfi xidmət tərəfindən daxil olması yasaq olan zonalar üçün istifadə oluna bilər. Müəyyən əraziyə heç kim daxil olmasın deyə bu cihazlar quraşdırıla bilər. Onlar səs çıxardaraq möhkəm, aydın xəbər verəcəklər. Bu səs ciddi xəbərdarlıq ola bilər. Sizi həbs edə, yaxud da digər ölçülər götürə bilərlər. Bu səslər adamı qıcıqlandıran uşağın ağlama səsi, yaxud da qulağa zərərli olan və prezidenti qoruya bilən səs ola bilər. 1963-cü ildə Prezident Kennedy'nin ölümündən sonra məxfi xidmət dəyişikliklər proqramı işləyib hazırladı. O, yeni texnologiyanı tədqiq edir, yoxluyur və yeni, daha güclü silahlara uyğunlaşdırır. Lakin nəticədə hər şey təşkilata olan inama gətirib çıxarır. Biz Amerika Birləşmiş Ştatlarıyıq və həmişə də olub qalacağıq. Prezident Obama vəzifəsinin icrasına başlayanda sanki son dərəcə çox adam var. Amma o tamamilə tək idi. Çünki məxfi xidmət bunu eləməyə imkan verdi. Onlar onu inandırdılar ki, onun təhlükəsizliyini təmin edəcəklər.